ki, o tufan əməliyyatı deyirsiniz, nə deyirsiniz? Orada nə var, nə yoxdur? Deyirlər, sənin imzan yoxdur. Yazıblar ki, 1 iyulda Azərbaycan prezidentinin sərəncamına əsasən. Ben sizə and içmirəm. Çünki hökumət və prezidentdir. Mən öyle sərəncama qol çəkmərəm. Məni güllələyərlər ki, Azərbaycanda tayfun əməliyyatı düzəlt. Ona bu. Qol çək. Heç bir zaman razı olmaram ki, mesela şimdi ki, Azərbaycanda mesela Azərbaycanlı girsin, Azərbaycan tayfun əməliyyatını qursun. Eyni müşavirədə çıxış edən Əli Kərimovun da çıxışından belə nəticəyə gəlmək olur ki, uğursuz əməliyyata görə məsuliyyəti heç kim üzərinə götürmək istəmir. Azərbaycanın dövləti elə silahlı dəstələrdən hələ ondan başqa 5 qat artığının da qarşısında dayanmağa qadirdir. Sadəcə olaraq məsələyə yanaşma tərzi başqadır. Biz qarşı tərəfə də öz millətimizin övladları kimi, öz vətəndaşlarımız kimi baxdığımıza görə hələ də tam ürəklə onların bizə qarşı apardığı səviyyədə onlara qarşı mübarizə aparmırıq. Biz hələ də mümkün hesab edirik ki, başqa vasitələrlə vəziyyəti normallaşdırmaq olar. Digər vasitələr axtarıb tapırıq. Yəni, əgər bugün hakimiyyətə qarşı, Azərbaycan dövlətçiliyinə qarşı, Azərbaycanın müstəqilliyinə qarşı vuruşan şəxslər qarşısındakı şəxsin kimliyinə belə varmadan tətkik çəkməyə əli gəlirsə, dövlət mövqeyində duran adamların hələ ki bu səviyyə enə bilməyiblər. Və biz bundan fəxr edirik ki, biz bu səviyyə hələ ki enə bilməmişik. Baş nazir Pənah Hüseynovun qarğışlı çıxışını da dinləyək. Yazılıb ki, tufan əməliyyatı olub, İsa bəy hazırlayıb və tənasünüzdə eləyir. Yalansın Allah edin gitsin. Eğer elə əməliyyatdan xəbər olan varsa, adamın vicdanı olar. Yox, genə lazımsa mən geçincəm arxaya verir. Yazın ki, bu cəmatı axı belə nə olmaz doğrusun axı. İsa bəydən mən xahiş edirəm, elə gedər hər özünə bir saymasın. Amma o milləti o təslimə. Adamın Allahı var da, o ona göre oldu. Ona göre Osman Bey senin için oldu. Sen Arif Bey'den sonraki hakimiyet edeceğin yok benden bölsün, biz zaten benden sonra oldu. Senin ki İslam Presiyon, yerlere verdiğin emirler, cemaatine kaldırma hakkındaki emirleri. Adam da bizden olur. Lakin sonradan yaradılan Deputat İstintaq Komissiyasının təqdim etdiyi arayışda məlum olur ki, 1993-cü il iyun ayının 4-də Gəncə şəhərində 709 saylı hərbi hissəyə qarşı aparılan hərbi əməliyyatlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələri Maliyyə Baş Komandanı Əbülfəz Elçi bəyin göstərişləri ilə həyata keçirilir. Faktlar göstərir ki, əməliyyata sabiq Baş nazir Pənah Hüseynov və Ali Sovetin sədri İsa Qəmbər, Daxili İşlər naziri Abdullah Allahverdiyevin iş otağından bilavasitə rəhbərlik edir.